Yaxşı oldu, özün gəldin. Bu saat dükkanı bağlayıb sizə getirdim. Elə ola. Bax, qısab heç mənim xoşuma gəlmir. Səhərə kimi yatmamışam. Gələn olmadı, mallar da qalıb evdə. Sən də hər şey şişirdirsən. Bizim işimiz dəmir yol cedvəl deyil ki. Dünən gəlməyib, bugün gələr. Xeyr, qorxuludur. Nə vaxtını saxlayacaq? Ay kişi, xalq malından bezməyib ki, gəlib apararlar da, bir səbrin olsun. Yox, qorxuram xatar çıxar. Bilirsən nə var? Gəl mallarını apar. Hə, başqa söz tapmadın. Heç demirsən, gəl pulları yapar. Gəl pullarını da apar, mallarını da apar. Yavaş danış, axmaq. Sən özünü da satsan, mənim borcumdan qurtarmazsan. Adam kişi olar. Akşam sizdə olacağım. Əgər gəlməsə, onda malları apararam. Ağcıgər olma. Yaxşı. Hava qaralandan sonra gəl. Görən olmasın. Sən axırı mənim başını bəlaya salacaqsan. İt küçücü. İndi yakamı senin elinden kurtararım. Qutarabilməyəcəksən, qoca köpək! Dayan! Yoxsa səni də öldürərəm, özümü də! Əllər yuxarı! Hoşum geldi senden olan. Ağırey değilsen. Birinci defədir senin kimisine rast gəlirəm. Mən isə sənin kimilərini çox görmüşəm. Yeri! Haralsan olan. Qonaq gələcəksən? Bizim tərəflərə sənin kimi murdarın ayağı dəyə bilməz. Düş qabağıma deyirəm sənə. Yaxşı. Yoldaş mayor, bütün sahəni gəzmişik. Heç yerdə yoxdular. Bəlkə qəsəbəni axtaraq. Qəsəbə və ətraf yerlər nəzarət altındadır. Axı, bunlar hara qeyb ola bilərlər? Yoxsa sərhəd pozan qorxusundan tilsimi daha qalxıb? Ağlım kəsmir. Bu ki, hazır ölümdür. Axı, sərhəd pozan o dağın sirrini bilmir. O təqib olunur. Demək, qorxusundan qəsəbəyə gedə bilməz. Əgər sərhəd pozan Fərruxu ardınca dağlara aparıbsa, bu çox təhlükəlidir. O zəhirmar qayalar hər ikisi üçün qorxuludur. Bir yandan da uçurum. Fərrux çox inadkar oğlandır. Ondan əl çəkməz. Məni də bu narahat eləyir. Bir çıxış yolu var. Tilsimi dağı axtarmaq lazımdır, özü də elə bu saat. Qəmbəri də özünüzdə apararsınız. O bu dağlara çox yaxşı bələddir. Oldu yoldaş mayor. Sen bir bunun sözüne bak. Ben sizi belə bilmezdim Qəmbərəmi. Sizsiz de keçinərik. Neyniyək? Qoy keçinsinlər. Ayıbdır ay Qəmbər. Özün getmək istəmirsən, xalqı niyə qınıyırsan? Sərhəd pozanı tutmaq Rəhimovun vəzifəsidir. Bu onun işidir. Amma səni kim məcbur eləyə bilər? Acacı danışma var. O serjant mənə dizirtir desin, mən də ondan ötürü dağlara dırmaşım. Xeyr, bağışlayasız. Ay kişi, nə düşmüsən bu yazıq oğlanın üstünə? İndi bilməyib də bir söz də ağzından çıxıb. Gör nə ilə fəxr edir. Deyir, atam cəbhədə həlak olub. Hələ məlum deyil, onun atası orada necə vuruşub. Mən 3 dəfə ərzə verdim, qəbul eləmədilər. Dedilər ki, sən burada, sərhəddə lazımsan. Sən də hər sözü söz eləyirsən. Yox, arvad, sən bilmirsən o hardan sancır. Dağlarda gizlənmişdin. Hələ indiyənə qədər bu sözü heç kəs mənə deməmişdi. Bu ölənə qədər mənim yadımdan çıxmaz. Ay kişi, özünü uşağa tay eləyirsən. Sözün düzü, mən də səni heç belə bilməzdim. Axı Tilsimli dağın yolunu səndən yaxşı bilən yoxdur.
Çörək yeyəcəksən? Tüfəngimi ver. Biraz qalın geyin ay Qəmbər, dağda soyuq olar. Buna bax oğlan. Gel ocaq qalıyaq. Sigaretləri də qurudaq. Özümüz də biraz qızışaq. Sənin canın elə bu imiş. Cansız deyiləm. Papirossuz dayana bilmirəm. Elə sən özün də paltarlarını qurutsan, heç pis olmazdı. Hələ biz bu lənətə gəlmiş dağlarda çox ayaq döyəcəyik. Ey, danışığını bil. Özgənin torpağını söymə. Özgənin? Hə, haqlısan bala, haqlısan. Qəriblik pis şeydir. Bırax məni çıxım gedim evimə. Qoca kişiyəm, rəhmin gəlsin. Yenə başladın? Pul dadına çatmadı. İndi ürəyimi yumuşatmaq istəyirsən? Gör orada sizin beyninizi necə kəpəki döndəriblər. Heç bilirsən vətən borcu nə deməkdir? Vallahi mən sizin hükümətə heç bir pislik eləməmişəm. Qaçaq mal erişdim. Neyniyim? Bir təhər dolanmaq lazımdır ya yox? Qaçaq mal iqtisadi diversiyadır. Belə söz eşitmisən? Bir də kim bilir sən bura ne üçün gəlmisən? Doğru sözümdə oğlan. Qızıl saat üçün gəlmişəm. Bu sözləri orada deyərsən. Siz hamınız əvvəlcə belə deyirsiniz. Sonra məlum olur ki... Adam balasısan. Mənim bu ağarmış saçlarıma yalan yaraşmaz. Əşi nə kənək adamsan. Bir dəfəlik başa düş ki, bura ne üçün gəlmisən dəxli yoxdur. İstəyir lap gəzməyə gəlmisən. Onsuz da aparacağım. Apara bilməyəcəksən saldat. Qaçacağım. O biri dünyaya qaçarsan. Səndən bir yerdə. O əlindəki bilmir ki, sən kimsən, mən kiməm. Ah, alçaq. Sənin kimilər belə asanlıqla canından keçməzlər. Amma mən lazım gəlsə gözümü də qırpmaram. Nə inadlı uşaqsan. Səni bilmirəm. Amma mən yaşamaq istəyirəm. Yaşayaydın öz vətənində. Oğru kimi özgəsinin torpağına soxulmayaydın. Mənəm oğru. Bu dağları görürsən, o qədər onların zirvəsinə qalxmışam ki... Yalan danışma qoca. Bu dağların yolunu hər adam bilmir. Yəni indiyə qədər başa düşməmisən ki, bu dağların yollarını mən də tanıyıram. Başqası ilə ölənə kimi buradan bir yana çıxa bilməzdin. Mən bu yerlərdə dövran sürəndə sən heç dünyaya gəlməmişdin. Bura bax qoca, sən lap ağ elədin ha. Dur ayağa, kərənləmə. Mən buralıyam oğlan, buralı. Sizin zastavanın yanındakı o virana kənddənəm. Orada mənim evim vardı, ailəm vardı, bir oğlum vardı. Yaxşı yadımdadır. Dizimin üstə çıxıb saçlarımı qarışdırardı. Sonra soruşardı, alnına nə olub ata? Deyərdim, şeytan balası cırmaqlayıb. Bax. Yalan deyirsən. Yalan deyirsən. Mənim atam ölüb. Mənim atam ölüb.